Sol xayaya baxırıq. Bax bu sağlam xaya toxumasıdır ki, biraz gedəndən sonra görsən sərhədləri bilinir. Sağlam xayanın içində törəmə var. Mən əvvəl elə bildim epidemiologitdir, infeksiyon mənşəli. Çünki qanlanma falan, heterogenlik, biraz gecikmiş epidemiologitlərdə belə olur. Amma heç vaxt xayanın bir hissəsi salamat, bir hissəsi heterogen olmamalıdır. Bu xayanın içindən böyümüş, bu sağlam xaya toxumasıdır. Bu da törəmədir. Heterogen göründü, exogenliyi azalmış bir törəmədir. Sağlam xayanı da gördüm deyənə onun içində böyümüş bir törəmə olduğunu düşünürəm. MRT maye yazıb. 3-4 dənə UZI-də maye yazıbdı. Bilmirəm hansı ağılla, hansı zəka ilə bu lezyonu maye yazıb. Maye qanlana bilərmi? Qanlanmanı bayaq görüntülədim. Törəmədi.